Həftəlik bürclər torpaq ünsürlərini, Oğlaq, Boğa, Qız bürclərini 27 iyuldan 3 avqusta doğru nələr gözləyir? Birinci oğlaqlardan başlayaq. Oğlaqlar mən həmişə tərəzilərin oğlaqlar haqqında bürc yorumu yapanda özüm də qərib oluram. Çünki elə bürc yorumları eləyirəm ki, o qədər orada şikayətlər mənə gəlir ki, şu qorxumdan bilmirəm nə deyim, amma doğrular hər zaman deyilməlidir. Oğlaqlar bu həftə qadın oğlaqlar daha şanslı bir vəziyyətdəsiz. Pul olaraq, mənfəət olaraq, istək olaraq. Özünüzü gücləndirəcək bir etapda olacaqsınız. Bəli, yarımçıq qalan işlərinizlə əlaqədar olaraq bu həftə beyninizdə planlar quracaqsınız. Nəyə necə addım atmalısınız, hər şeyə doğru necə gücləndirməlisiniz, zamanla əlaqədar o şansınız var sizdə. Belə ümumi dəyərləndirsək, bu həftənin böyük problemimiz bilirsiniz nədir? Hər şeyi kör kimi vəziyyətdə saxlamağınız, hər şeyə gedişat olaraq belə deyim də, bivec yanaşmağınız, soyuqqanlı olmağınız, amma bunu itməyə dəyməz oğlaq bürcləri. Çünki həftənin sonlarına doğru görmədiyiniz bəzi şanslar olacaq, görmədiyiniz bəzi insanlar olacaq ki, sizin aktivləşməyinizə, sizin önə çəkilməyinizə çox böyük təkan yaradacaq və özünüzü gücləndirməyinizi 1-ə 5 belə deyim də şansınızı yüksəldəcək. Ümumi dəyərləndirsək, oğlaqlar, qadın oğlaqlar daha üst səviyyədə olacaqsınız, daha uğurlu olacaqsınız, bu sözümü də unutmayın. Amma oğlaq kişilərinə gələndə isə oğlaq kişiləri ən çox da qadınlarla əlaqədar münasibət və yaxud da ətrafınızda belə deyim də həyat yoldaşı olaraq insan varsa, onlarla əlaqədar danışıqlarda biraz itələyici, bivec, mən heç nə yükləmə, mən heç bir şey soruşma, bu günü azadlıq olmaq istəyirəm, hər günümüzü yola verici vəziyyətdə olacaq. Ümumi oğlaqlar dəyərlənsək, pul maddi şanslarınız ayağınızda var, amma pulu ağıllı şəkildə idarə edəcəyinizə inanmıram. Gedişat olaraq belə deyim də, yarımçıq olmağınıza baxmayaraq bütün dəngəni sağlamağı bacaracaqsınız. Özünüzü keçmişdən gələcəyə doğru tam aktiv vəziyyətə apara biləcəksiniz və belə deyim, gecikmiş şanslarınızı da görəcəksiniz. 73% qədər həftəniz uğurludur. Buğalara gələndə isə buğalar çox güclüsüz və bu həftə deyəcəksiniz ki, mən çox güclüyəm, enerjim çoxdur, amma evrən bu enerji gücü vermir. Bu güc əsas güc deyil. Sizin sağlamlığınızla və yaxud həyatınızda olan insanların, ailə üzvlərinizin sağlamlığından bağlı bu həftə çox ciddi, Allah uzaq eləsin, ölüm falan olmasın, çox ciddi problemləriniz ola bilər ki, bu həftə ölüm, sağlamlıq və yaxud da ciddi sağalmaz bəzi xəstəliklərlə əlaqədar problemləriniz yarana bilər ki, bunlara ciddi şəkildə fikir verməlisiniz. Gücünüz, enerjiniz çox böyükdür, maddisal enerjiniz zəifdir, amma daxili enerjiniz, mənəvi enerjiləriniz o qədər güclüdür ki, siz yeni bir etapa keçə biləcəksiniz. Əlinizdə olan, qəfəsdə olan, bağladığınız bəzi nüanslarda özünüzü gücləndirə bilərsiniz, özünüzü yeni şansa doğru apara bilərsiniz. Amma mənim narahat ilə başqa bir məqam var. Ailə ilə, valideynlərlə, övladla, belə deyim də, sosial şəbəkələrinizlə əlaqədar bəzi problemlər, bəzi danışan təsirlər o qədər çox ola bilər ki, buğalar bu həftə özünüz öz enerjinizin zəiflədiyini, özünüzün daha da solmuş, daha da yarımçıq olacağınız bir vəziyyət olacağınızı görə bilərsiniz. Gedişatınızı dəngələşdirsək, 78% enerjidən düşəcəksiniz, 65% enerji ilə bir ki, qıraq siz o qədər enerjiniz yiyəcək ki, özünüzün enerjisi daha da zəifləməyə başlayacaq. Ümumi dəyərləndirsək, buğalar 68-69% deyim ki, həftəniz uğurlu ola bilər. Həftənin ən katastrofa vəziyyətində olan qız bürcləri sizlərsiniz. Ən çox da pul maddiyatla əlaqədar gedişat sizi narahat edəcək. Pul maddiyatla əlaqədar israf, aldanmalar, pul maddiyatla əlaqədar sizi yarı yolda qoyan insanlar ola bilər. Bu həftə bazarsı qız bürcləri transportla, yolla əlaqədar pul maddiyat enerjilərinizə fikir verəsiniz. İnsanlarla danışıqları 100 dəfə analiz edəsiniz. Sən bunu dedinmi, bu işi gördünmü və yaxud da müqavilə kontrakt üzərində pul maddiyatla əlaqədar işlərinizi həll etməyə çalışın. Çünki bu həftə ətrafınızdakı insanların o qədər nəfsi üzərinizdə olacaq. Birdən-birə problem, nəfsə gələcəyiniz bəzi nüanslar ola bilər. Gücünüzü itirə bilərsiniz, sizə qarşı yalanlar çox danışa bilərlər, sizə aldada bilərlər. Ətrafınız və sosiallığınız bu həftə sizi tora sala bilər. Qız bürcləri buna fikir verin. Amma sizin məntiqiniz var, sizin ağlınız var. Bunu unutmayın, ağlınızdan istifadə edərək öz gücünüzü təkmilləşdirə bilərsiniz. Kurs olaraq, seminar olaraq, konferans olaraq, özünüzü aktivləşdirmə olaraq, sosiallıq olaraq dəngənizi gücləndirə bilərsiniz. Bunlardan istifadə etməlisiniz. Qız bürcləri, mən varam, mən özümü ifadə edə bilirəm. Mən haqlıyam ki, bu həftə daha çox çabalarımız çox olacaq. Sağlamlıqla əlaqədar göz və qulaq sisteminizdə, çənə sisteminizdə, başla əlaqədar narahatçılıqlarınız ola bilər. Bunlara ciddi şəkildə fikir verməlisiniz. Ümumi dəyərləndirsək qız bürcləri sizdə enerji olaraq gedişat 75%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, bəli.